Abbas qardaş, yenə bizi hara gətirmisən bu gözəl məkana, bağ evini hara gətirmisən bizi? Can. Bu proyektlərin içində var. Yoxdur qardaş. Binamazanın. Əlbəttə ki. Ret. Mən rast gəlmişəm. İlk dəfə də gəlirəm. Birinci proyektdə bisetkası, manqalisi qardaş. Yerlərinizə nə istəyirsən qardaşım? Nə istəyirsiniz? Qiyməti bilsən neçəyə? Neçəyə qardaşım, neçəyə? Dəyərindən çox uzun qiymətə. Dəyərli müştərilər. Cəmi cümlətanda 68 min manat. Nə verirlər qardaş? Bu ev 68 min. Ay maşallah. Orada da qəşəng yerlərinizsən. Amma sezon gəlir. Manqalın sezonu gəlir. Bir sertifikası qardaş nə istəyirsən? Yolumuza nə qədər məsafəsi var? Müştərilər ən çox elə maraqlanır ki, yola nə qədər məsafə var? İstəyən binənin o tıxacını, toqqasını görməsin. Birbaşa betonka yoluna çıxsın, getsin şəhərinə. Hardasa, belə deyim də, köməkçi asfaltdan məsafəsi 50 metr dəyərli izləyicilər. Görsən binaları görsənir. Qiymət neçə qeyd etdiyi də 68 min manatı. Gedək evə qardaş, gəl gedək evə. Dəyərli müştərilər, evimizin həyətyanı sahəsi sizə ətraflı tanış edeyim. Gördüyünüz kimi tam səliqəli, gözəl bir modern üsulda tikilmiş bir evdir, dəyərli müştərilər. Ev tam təmir, dəyərli müştərilər. Pəncərə rastikasına kimi var, gördüyünüz kimi. Yeri laminat döşəmə. Sağda evimizin bir dənə geniş qonaq otağı var. Çox gözəl, qəşəng belə lepqalarla, içi aboy, ideal üslub dəyərli müştərilər. Silsilaqlarına qədər var. Pərdəsinə kimi var dəyərli müştərilər. Nə istəyirsiniz? Panorama pəncərəsi birbaşa öz həyətinə baxır. Evimiz kaldiyor sistemidir. Solda evimizin bir dənə geniş bir mətbəx hissəsi yerləşir. Burada evimizin bir dənə yataq otağı yerləşir dəyərli müştərilər. Səliqəli, gözəl. Nə işləməyə baxın. Özünüz dəyər qiymət verərsiniz. Yorumlarda gözləyirəm. Bu da evimizin növbəti bir dənə geniş yataq otağı. Qiymət cəmi cümlətən 68 min manatı.